Salam uşaqlar. Bugünkü izahımız 7-ci sinif iş dəftərindən son 1-ci hissənin son bölməsi atomun quruluşu və atomun ölçüsü. İlk sualdan başlayaq. Deyir, aşağı hansı fikir və ya fikirlər doğrudur Daltona görə? Elementlər kiçik və bölünməz zərrəciklərdən, atomlardan təşkil olunmuşdur. Doğrudur, Dalton belə demişdir. Bir element müxtəlif atomlardan ibarətdir. Xeyr, bir element eyni növ atomlardan ibarət demişdir. Kimyəvi birləşmələr müxtəlif elementlərin, atomların birləşməsi ilə yaranır. Bəli, bunu da Dalton demişdir. Deməli, cavabımız 1-3, yəni C variantı. Hansı bənddə atomun Thomson modeli təsvir olunmuşdur? Thomson nə demişdi? Thomson demişdi ki, deməli, müsbət və mənfi yüklər kürənin daxilində bərabər paylanmışdır. Sanki kişmişli keksə bənzəyirdi. Burada yəni cavab 3-cü şəkil olar. Burada bu atomun planeter modeli Rutherford demişdir. Bu isə Bohr modelinə uyğundur. Atomun Bohr modelinə uyğundur. Üçüncü şəklə baxaq. Nə deyir? Verilmiş sözlərdən istifadə edərək mətni tamamla. Deməli, atom Thomson modelinə görə atom kürə şəklindədir. Həm mənfi, həm də müsbət yüklər atomun daxilində bərabər paylanır. Müsbət yüklərin cəmi ədədi qiymətcə mənfi yüklərin cəminə bərabər olduğu üçün atomun ümumi yükü sıfıra bərabərdir. Thomsonun modeli bəzən kişmişli keks modeli də adlandırılır. Dördüncü suala baxaq. Rutherford apardığı təcrübə zamanı zərrəciklərin əksəriyyətinin qızıl lövhədən istiqamətini dəyişmədən keçdiyini, az sayda zərrəciklərin isə istiqamətlərinin dəyişdiyini müşahidə etdi. Səncə bu iki hal nə ilə izah etmək olar? Zərrəciklər istiqamətinin dəyişməmə səbəbi nədir? Yəni, bütün zərrəciklər istiqamətinin dəyişməmə səbəbinin əksəriyyətinin boşluqdan ibarət. Atomun daxilində əksəriyyəti boşluqdandır. Heç bir maneə rast gəlmir. Yəni, istiqamətini dəyişmir. Necə alfa zərrəciyi yönəltmişəmsə, o istiqamətdə də gedir. Digərində isə deyir ki, istiqamətinin dəyişməsinə səbəbi atomun mərkəzində çox kiçik həcmə malik, lakin müsbət yüklü və kütləsi böyük olan bir nüvə var. O nüvə ilə alfa zərrəcikləri qarşılaşdıqda bir-birini itələyir və alfa zərrəci istiqamətini dəyişmiş olur. Uşaqlar, vizual olaraq sizə göstərmək istəyirəm. Rutherford, deməli, Thomson modelini Rutherford sınaqdan keçirir və görürsünüz, mərkəzdən gələndə, bax, nüvəsinə yaxınlaşanda istiqamətini dəyişir. Bu da nüvə, nüvəyə yaxınlaşanda alfa zərrəciklər istiqamətini dəyişir. Maksimum edeyim. Neytronların sayını artırım. Daha çox meyl etməyə başladı. Mərkəzə gələndə daha çox meyl edirlər. Bax, nüvəyə bir dənə diqqət edin. Nüvəyə yaxınlaşanda bucaq həddindən artıq çox əyilir. Çünki mən neytronların sayını burada artırdım. İndi keçək. 5-cidə verilmiş sözlərdən istifadə edərək mətni tamamlayın. Atom nüvədən və nüvə ətrafında hərəkət edən elektronlardan ibarətdir. Rutherfordun təklif etdiyi bu model Günəş sisteminə bənzədiyindən atomun planeter modeli də adlandırılır. Proton və neytron adlanan zərrəciklərdən ibarət sistem isə nüvə adlanır. 6-cı suala baxaq. Hansı zərrəcik və ya zərrəciklərin elektrik yükü var? Atom. Deyirik ki, atom yüksüzdür. Atom nüvəsi isə müsbət yüklüdür. Elektron mənfi yüklüdür. Neytron yüksüzdür. Proton isə müsbət yüklüdür. Deməli, cavabımız 2, 3, 5, yəni Y variantı olar. 7-ci suala baxaq. Rutherford modeli və Bohr modeli. Gəlin suala baxaq. Birincidə deyir, atomun mərkəzində nüvə var. Biz bilirik ki, Rutherford modelində də, Bohr modelində hər ikisində də mərkəzdə nüvə yerləşir. Yəni, bir gedir ortağa. Atomun nüvəsi müsbət yüklüdür. Hər ikisi də deyir ki, atomun nüvəsində müsbət yüklü var. 2.
Atomun nüvəsi ətrafında elektronlar dövr edir. Rezerford modelində də, Bohr modelində də hər ikisinin ətrafında, baxın, elektronlar onların ətrafında hərəkət edir. Yəni 3 də gedir mərkəzə. Dördüncü suallar. Elektron nüvədən eyni uzaqlıqda dövr edir. Bu Rezerford modeli. Elektron nüvədən uzaqlığı müxtəlif orbitlərdə hərəkət edir, dövr edir. Bu da Bohr modelinə uyğundur. 8-ci suala gəldik. Şəkildə atom hansı modellə təsvir edildiyini müəyyən et və boşluqlara uyğun zərrəciklərin adını yaz. Bu Bohr modelidir, yəni buraya yazırıq Bohr modeli. Birinci yuxarıya baxaq uşaqlar. Baxın, ümumilikdə bu ümumiliyi göstərir. Yəni nüvədir. Nüvə. Sonra baxaq. Müsbət gəlib. Bax, müsbəti göstərir. Müsbətin adı proton. Sonra yaşıl olan neytron, yüksüz. Mənfi isə elektron. Digər suala keçək. Gəldik atomun ölçüsünə. Deməli, birinci sualda deyir, atom mövzusunda Azər ilə Nigar mübahisə edirlər. Azər atomu gözlə görülməyin mümkün olduğunu, Nigar isə bunun mümkün olmadığını müdafiə edirdi. Səncə, hansı halda şagirdin ikisi də haqlı sayıla bilər? Cavabınızı əsaslandırın. Uşaqlar, belə deyək ki, yəni gəlin birinci Nigardan başlayaq, mümkün olmadığını. Nigar da əslində doğru deyir, Azər də doğru deyir. Niyə? Əgər biz adi gözlə, Nigar adi gözü nəzərdə tutursa, bəli, adi gözlə atomun görmək mümkün deyil. Yəni Nigara o baxımdan biz haqq verərik ki, Nigar adi gözü nəzərdə tutursa, bəli, atom gözlə görünmür. Lakin Azər gözlə gördüyünü deyir. Biz deməli, bəzi cihazlar, müasir texnologiyanın inkişaf etdiyi cihazlardan istifadə edərək, məsəl üçün o cihazlarından biri də, yəni bu cihazda skan edici tünel mikroskopu deyirlər. Skan edici tünel mikroskopu, STM deyə keçir. Və bu cihazlardan istifadə edərək atomun şəklini, formasını görmək mümkün olmuşdur. Yəni, müasir elmdə xüsusi laboratoriya şəraitində. Yəni, ona görə deyirik ki, bu da Azər də haqlı ola bilər, Nigar da haqlı ola bilər. Azər müasir texnologiyanın inkişafı nəzərə tutub, skan edici tünel mikroskopu nəzərdə tutursa bu haqlıdır. Yox, adi gözlə isə Nigar haqlı ola bilər. İkinci suala baxırıq. Atomun nüvəsinin diametri atomun diametrindən neçə dəfə kiçikdir? Atomun öz diametri 10 üstü mənfi 10'dur. Nüvəsinin diametri isə daha kiçik, 10 üstü mənfi 15'dir. Yəni bu bundan neçə dəfə kiçikdir? 100.000 dəfə kiçikdir. Verilmiş sözlərdən istifadə edərək mətni tamamla. Baxaq. Atomlar bəzi hallarda, məsələn, yanma prosesini və ya su molekulunu təsvir edərkən Daltonun nəzərdə tutduğu kürələr kimi təsəvvür olunur. Bəzi hallarda isə atomun daxili quruluşunu göstərir. Atomun ölçüsü dedikdə onun diametri, yəni nüvədən ən uzaqdakı elektronun orbitinin diametri nəzərdə tutulur. Dördüncü suala baxaq. Nə deyir dördüncü sualda? Təsvir olunmuş atomun və onun nüvəsinin diametrinin şəkil üzərində çəkərək göstər. Dedik ki, atomun nüvəsinin diametri onun ən kənarda olan elektronun diametri qədərdir. Ən kənarda olan elektron, məsəl üçün, bax, bunun diametri qədər. Yəni, bu atomun diametri ölçüsünü dedikdə ən kənarda duran elektronun diametri qədərdir. Sonra 5-ci suala baxaq. Aşağıda verilənlərdən hansının diametri ən böyük, hansının ən kiçikdir? Dərslikdən istifadə edərək deyir, ən böyükün diametrinin ən kiçiyin diametrinə olan nisbətini. Uşaqlar, bu kitabınızda var. Yəni, portağalın diametri 0,1 metr, bir nöqtə işarəsinin 0,1, hidrogen atomu 0,1 nanometr, qırmızı qan hüceyrəsi 7 mikro. Mikro da bildiyimizə görə 10 üstü mənfi 6'dır.
Yəni belə yaza bilərik də bunu. Hamısını metrlə yazmışam, bunu da yazım. 7 vurulsun 10 üstü mənfi 6 metr. İndi bizə nə deyir? Deyir ən böyüyü. Ən böyüyü gördüyümüz kimi bu portağaldır. Yəni 0,1. Ən kiçik isə nano. Yəni bu hidrogen atomunun diametri. Bu da deyir bir-birinin nisbətini soruşur. 0,1 vurulsun 10 üstü mənfi 9. 0,1'lər gedir. Mənfi 9 da məxrəcdən sürətə gedəndə işarəsi dəyişir. Olur 10 üstü 9. Yəni bir-birinə nisbəti 10 üstü 9. Yəni nano. Nano 10 üstü 9 deməkdir. Gəldik ümumiləşdirici tapşırıqlara. Boşluqları artıq doldurmuşam. Rahat olsun deyə. Deməli birinci atom, sonra atom təşkil olunur nədən? Atom təşkil olunur nüvədən və nüvənin ətrafında hərəkət edən elektrondan. Nüvə də özlüyündə neytrondan və protondan ibarətdir. Sonra atom təşkil edir nəyi? Maddəni. Maddə də özü elementlər və birləşmələrdən ibarətdir. Modellərinə baxırıq. Demokrit ilk dəfə, sonra Dalton sadəcə onun kürə formasında, atomun sadəcə olaraq bir formasında, kürə forması olduğunu Dalton demişdir. Daltondan sonra elektronun kəşfindən sonra Thomson modeli, elektronu da Thomson kəşf etmişdir. Thomson modeli kişmişli keksə bənzətdi. Sonradan Rutherford modeli Günəş planetə bənzətdi. Sonradan isə ən sonuncu atomun modelini Bohr təklif etmişdir. İkinci suala baxırıq. Nə deyir ikinci sualda? Şəkildə hidrogen atomu təsvir olunmuşdur. Hidrogen, deuterium və tritium. Və bunlar bilirik ki, izotoplardır. İzotoplar nədir uşaqlar? İzotoplar hidrogenlə bax aşağıdakı proton sayı eyni, neytronları fərqli olur. Proton sayı eyni olduğundan bunların kimyəvi xassələri eyni, amma bəzi fiziki xassələri fərqlidir. Məsələn, hidrogen 1,1, deuterium 1,2, tritium isə 1,3. Bax, aşağıda duranlar protonlardır. Protonları eyni. Neytron isə kütlə ədədindən protonları çıxdıqda, A-dan Z-i çıxdıqda, yuxarıda A-dır. Bu da verir bizə neytronları. Neytronları A-dan çıxırıq Z-i. Bax, məsəl üçün, hidrogendə deməli, neytron sayı 0, deuteriumda 1, tritiumda isə 2. Yuxarıdan aşağıya çıxdı. Görürsünüz, hər birinin neytronları fərqlidir. Yəni, fiziki xassələri fərqlidir. Məsəl üçün, fiziki xassələrdən biri sıxlığı. Deuteriumun sıxlığı hidrogenin sıxlığından daha çoxdur. Ona görə, yəni bu deuteriuma ağır su da deyirlər. Gəldik üçüncü suala. Ümumiləşdirici tapşırığın üçüncü sualına. Gözlə görmək mümkün deyil. Atom və nüvə. Hər ikisini gözlə görmək mümkün deyil. 1. Elektrik yükü müsbətdir. Müsbət atom dedik yüksüzdür, amma nüvə müsbət yüklüdür. Neytraldır atom. Diametri daha kiçikdir. Nüvənin diametri daha kiçikdir. 10 üstü mənfi 15. Proton, neytron və onun ətrafında hərəkət edən elektronlardan ibarətdir. Bu da atoma aiddir və bu atom Bohr modelinə uyğun deyirdi. Bunu da öz sözlərinizlə yaza bilərsiniz. Thomson modeli niyə kişmişli keks modeli adlandırılır? Thomson nə demişdi? Thomson demişdi ki, kürə və kürənin ətrafında müsbət və mənfi yüklər bərabər paylanır. Müsbət və mənfi yüklər bərabər paylanır. Görüm, eynimi elədim. 1, 2, 3, 4, 5, 4, 5. Bəli, hər tərəfə bərabər paylanır. Necə ki, kekslər kişmişin içərisində hər tərəfə paylandığı kimi, ona görə bunu kişmişli keksə bənzədirlər. 5-ci suala baxaq. Aşağıda verilənlərdən hansının kütləsi ən kiçikdir? Kütləsi ən kiçik dedik. Deməli, cavabımız elektron. Biz demişik ki, protonun və neytronun kütlələri təqribən bir-birinə bərabər və elektronun kütləsindən dəfələrlə çoxdur. Sonuncu sualımızda deyəsən, bəli, sonuncu sualımıza baxaq. Deməli, atomu təşkil edir. Atomu təşkil edir elektron, sonra proton və neytron. Elektron E hərfi ilə işarə olunur. Proton və neytron. Elektronun yükü mənfi, protonun yükü müsbət, neytron isə yüksüzdür. Bu qədər uşaqlar.
Hələlik.